Mida yeni mənzilləri satışa çıxaracaqdır bugün, yəni dekabrın 3-də. Mida Mənzil İnşaatı Dövlət Agentliyi növbəti güzəştli mənzil satışını həyata keçirib. Satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Texnobloger Fərid Pərdəşunas satışların bir dəqiqəyə başa çatdığını yazıb. Onun sözlərinə görə bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər. Onu da qeyd edək ki, dəyərli izləyicilər, Mida'nın ümumiyyətlə mənzillərin satışı zamanı söz ki, mənzillər onlayn satılır və əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Yəni, prosedurlar burada mərhələli şəkildə aparılır. Və çox təəssüf ki, hər zaman bu cür problemlər yaşanır. Yəni, mənzillər bir dəqiqəyə bu qədər, 627 mənzil bir dəqiqəyə satılıb. Və bir çox alıcılar isə deyir ki, hətta satış zamanı texniki problemlər də yaranıb.